Azərbaycan dövlət başçısından məmurlara sərt xəbərdarlıq. Vəzifəyə təyin etmək böyük etimaddır. Ancaq bu etimad əgər məmur tərəfindən durulmasa, onda sərəncam da çox özünü gözlətməyəcək. Kreslo şəxsi komfort üçün deyil, xalqa xidmət üçün bir vasitədir. O rahat kürsü ona görə verilir ki, xalqın problem və qayğılarını dinləyib, görüb, həll etmək kimi vəzifəni anlayıb da ona uyğun davranasan. Bu kreslonun məsuliyyət olduğunu biləsən həm də. Elə dövlət başçısının dediyi də bu idi. Mesajı aydın və ünvanlı idi. İnsanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluqla bağlı mübarizə, rüşvətxorluğa qarşı, korrupsiya qarşı mübarizə, sosial ədalət. Amma bir aydan sonra o təyin elədiyim adamların birini mən vəzifəsindən çıxartmışam. Prezidentin bu mesajı həm də onu işarələyir ki, xalqın qulluğunda durmayan məmur cəzalanacaq. Bu xəbərdarlıq və çağırışdan sonra vəzifəsindən sui-istifadə edən məmurun hansı qaydada cəzasını alacağı isə indidən məlumdur. Kimliyindən asılı olmayaraq, hansı vəzifə tutmasından asılı olmayaraq, hər bir vətəndaş, hər bir fərd, hər bir məmur əlbəttə ki, tapşırıqları yüksək səviyyədə icra eləməlidir. Bu çağırış yenidən onların bir daha öz fəaliyyətlərinə diqqət etməsi, öz fəaliyyətlərini deməli, insanlarla bu xidmət qarşıya qoyulmuş tapşırıqları yüksək səviyyədə həyata keçirməsi ilə bağlı mühüm hesab edirəm ki, çağırışlardan və növbəti bir Cənab Prezidentimiz tərəfindən, Müzəffər Ali Baş Komandan tərəfindən növbəti bir tapşırıq kimi və onların öz fəaliyyətlərinə yenidən və hər zaman həssas və diqqətlə yanaşmasını labüd edən bir addımdır. Dövlət xalq üçündür. Xalqın sahibi də dövlətdir. Əgər dövlət onun başçısı bir şəxsi xalqa qulluq etmək kimi bir vəzifə ilə mükafatlandırırsa, bu artıq onun üçün təkcə bir lütf deyil, həm də öhdəlikdir, borcdur, etimaddır. Ancaq bu etimadın əbədi olması demək deyil. Sadəcə ortalıqda iş olmalıdır. Olmayacaqsa, onda sərəncam da özünü çox gözlətməyəcək. Elə prezidentin mesajının fəlsəfəsi də bu idi. Ya işləyəcəksiniz, ya da boynunu büküb geri çəkiləcəksiniz. Bətörə Nəbiyeva, Nadir Cəlilov, Space.